Hadisə Ələt-Astara magistral yolunun Salyan rayonunun Daykənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Salyanın Daykənd kənd sakini 46 yaşlı Abış Abdullayev idarə etdiyi Mercedes markalı avtomobillə hərəkətdə olarkən Cəllabad sakini 55 yaşlı Oqtay Nəsirovun idarə etdiyi eyni markalı minik maşını ilə toqquşub. Nəticədə hər iki maşın zədələnərək yararsız hala düşüb. Hadisə zamanı avtomobillərin sürücüləri və Daykənd kənd sakini 27 yaşlı Elnur Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar dərhal Salyan rayon mərkəzi xəstəxanasına çatdırılıb. Xəstələrdən biri yüngül xəsarət almışdır. Ona görə ilk tibbi yardım alaraq ambulator müalicə yazılmışdır. Qalan iki xəstə aşağı ətraf sınıqları diaqnozu ilə hal-hazırda stasionar müalicədədir. Hələlik qəzada hansı sürücünün günahkar olub-olmaması məlum deyil. Faktla bağlı araşdırma aparılır. Elnur Ələkbərov, Vüqar Məlikov, Salyan.